Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün sizlərə 26 may tarixində keçirilmiş blok imtahanının suallarının izahları veriləcək. Görək suallar nədir və hansı mövzulara toxunulubdur. Verilmiş cümlələr əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin. Birinci cümləmiz: o açıq pəncərədən aşağıya, bağçaya baxaraq sustu. İkinci cümləmiz: bu sözlər mənə bahar gecəsinin həzin musiqisini xatırladırdı. Ortaq cəhətlər kimi nə qeyd olunub? Şəxs əvəzliyi işlənmişdi. Bəli, burada o şəxs əvəzliyi idi. Haradan bilirik? Gözündən sonra vergül işarəsi istifadə olunubdur. Bu sözlər mənə, buradakı mən də şəxs əvəzliyi idi. Demək ki, bir ortaq cəhətdir. Leksik mənası olmayan sözlərdən istifadə edilmişdir. Leksik mənası olmayan sözlər köməkçi nitq hissəsidir. Amma birinci cümlədə köməkçi nitq hissəsini görmürük. Həmçinin ikinci cümlədə də köməkçi nitq hissəsi yoxdur. Demək ki, 2 yanlış versiyadır. 2 olan versiyaları silirik. Keçmiş zamanda olan feil var. Sustu keçmiş zamandadır. Şuri keçmiş zamanda. Xatırladır ise indiki zamanda. Ir burada leksik şəkilçi değil, qrammatik şəkilçidir və zaman şəkilçidir. D hissəcikdir. Demək ki, 3 də yanlışdırsa cavab A variantı qalır. İndi fərqli cəhət kimi baxaq. Feilin təsdiqlənməyən formasına aid nümunədən istifadə edilmişdir. Baxaraq burada feilin təsdiqlənməyən formasıdır. Amma aşağıda feilin təsdiqlənməyən formasına aid nümunə yoxdur. Adi dərəcədə olan sifət var. Burada adi dərəcədə olan sifət açıqdır. Burada isə həzindir. Demək ki, 5 ortaqdır. Fərqli cəhət deyil. Ona görə biz 5-i götürməmişik. 6. Həm müəyyən yerlik, həm də qeyri-müəyyən yerlik halda olan söz işlənmişdir. Belə bir haldan da biz qarşılaşmırıq. Gecəsinin ifadəsi bahar gecəsindəki bahar qeyri-müəyyən yerlik haldadır. Gecəsinin müəyyən yerlik haldadır. Amma birinci cümlədə belə bir şey olmadığı üçün bu fərqli fikir hesab olunur. Cavab A-dır. Keçək ikinci suala. Məni biraz gözlə ki, gedənləri ləngidim cümləsində budaq cümlənin xəbəri ilə bağlı doğru fikri müəyyən edin. Məni biraz gözlə ki, niyə gözləyim? Gedənləri ləngidim. Bilirik ki, aydınlaşdırma bağlayıcısıdır və birinci baş gəlir, ikinci budaq gəlir. Əgər nə zaman sualına cavab versəydi, birinci budaq, ikinci baş gələrdi. Sualımız niyə, nə üçün olduğu üçün demək ki, baş birinci gəlibdir. Budaq da hansıdır? Gedənləri ləngidim cümləsidir. Və xəbəri ilə də bağlı deyilsə, söhbət ləngidim sözündən gedir. 2 leksik şəkilçisi var. Ləng sözün kökü, ləngimək, ləngitmək, ləngidim. Bəli, 2 leksik şəkilçisi var. Düzdür. Feildən düzəlmişdir. Ləngimək feilindən ləngitmək feili düzəlibdir. Bu da düzdür. Məlum növdədir. Bəli, bu da düzdür. Xəbər şəklindədir. Xeyr, zaman şəkilçisi yoxdur. Həmçinin burada bir hissəcik də yoxdur. 1, 2, 3 cavab A variantıdır. Növbəti suala baxaq. Cümlədəki təsdiqlənməyən feillərlə bağlı səhv fikirləri bizdən istifadə edir. Təsdiqlənməyən feillər hansılardır? Feili bağlama, feili sifət. Ağsaqqal sözünü dinləmədən işə başlama cümləsində madammədən feili bağlama şəkilçisidir. Dinlə də feildir. Əmr şəklində olan feili izah edir. Dinləmədən başlama. Bəli, başlama əmr şəkildir. İnkarda işlənsə belə yenə əmr formasındadır və 1 doğru fikirdir. Bizdən isə səhvi istəyir. Demək ki, 1 olan versiyaları silək. Quruluşuna görə düzəltmədirmi? Xeyr, quruluşuna görə düzəltmə deyil. Dinlə birbaşa sözün köküdür. Madammədən də feili bağlama şəkilçisidir. 2 yanlışdır. 2 olan versiyalarda cavab ya D-dir ya da C-dir. Feili sifətdirmi? Xeyr, feili sifət deyil, feili bağlama şəkilçisidir. Artıq cavabımız bəlli oldu. Məlum növdə olması düzgün fikirdir. Feilin vacib şəklindədir. Vacib şəklində olması üçün maluməli şəkilçisini görməliyik. Yoxsa demək ki, səhvdir. Tərkib yaratmışdırmı? Ağsaqqal sözünü dinləmədən, bəli, bu bir tərkib hesab olunur. Cavab C variantıdır. Növbəti suala baxaq. Həmcins təyinləri söz birləşməsi ilə ifadə olunan cümlələri müəyyən edin. Düzənliklərdə yetişən, susuzluğa dözümlü olan kol. Hansı kol? Düzənlikdə yetişən, susuzluqdan dözümlü olan. Feili sifətdirmi? Feili sifətdir. Təyinin sualına cavab verirmi və söz birləşməsidirmi? Bəli. Demək ki, 1 olan versiyaları götürürük. 1 olan versiyada 3 variantda var. İndi 2-yə baxaq. Qardaşını sahildə görməyən Cəmalə həyəcanlandı. Axı bu cümlədə həmcins təyin yoxdur. Bir dənə təyin var. Hansı Cəmalə? Qardaşını sahildə görməyən Cəmalə. 2 olan versiyaları da siliriksə, 1-5-dən 1-4-ə baxaq. 5-ə baxanda görürük ki, yazıcı və publisist sözdür. Söz birləşməsi deyil. Demək ki, 5-də yanlışdır. Cavab D-dir. 1-4 dağlarda böyümüş, bulaqlardan su içmiş. Böyümüş 1, bulaqlardan su içmiş. İkinci
söz birləşmələrimizdir və cavab D variantı hesab olunur. 5-ci sual. Deyilişi ilə yazılışı arasında fərqli məqamların sayına görə sözlərin uyğunluğunu müəyyən edin. Oxşarlıq sözündə, əziz şagirdlər, sözün kökündə problem yoxdur. Şəkilçidə iki fərqli məqam var. Oxşarlıqdır. Emosional sözündə emosional, o hərf birləşməsi ya formasında oxunur. Emosional formasında olacaq və görürük ki, 1, bu 2, bu da 3. 3 fərqli məqam var. Aidlik sözünə nəzər salında A ilə İ arasında bir Y, D-T'ya çevrilir, aiddir. Deməli, qayda necə olur? Burada 2, ikincidə 3, o birisində isə 4 fərqli məqam var. İndi buna uyğun da biz sxemlər, sözlər seçmək lazımdır. Diqqətimiz birinci sərhədçi sözünə çəkdi. Sərhədçi sözündə bir fərqli məqam var. Demək ki, C olan versiyaları silməliyik. C deyil. Nöqsanlı sözündə iki fərqli məqam var. Demək ki, bir adım. Q-ya çevrilir, L da N formasında. Lokomotiv. Burada 3 fərqli məqam var. 2 də B-dir. Onda E də olacaq. Söyüddük. Bəli. 3 də D olmalıdırmı? Kilit. Dəmək. Bəli, tamamilə doğru cavabımız D variantıdır. 4 fərqli məqam gördük. 6. Uyğunluğu müəyyən edin. Tərkibinə görə təhlil həm belə, həm də belə olan sözləri istəyir bizdə. Sözümüzə baxaq, qurudur sözü. Sifət, xəbərli şəkilçisi, feil, qurutmaq, bir də indiki zaman şəkilçisi. Bir hansına uyğundur? Yəni A variantının sxemində tam şəkildə uyğundur. Qaçmaq sözün kökü, qaçırmaq, keçmiş zamandır. Bir də qaçmaq sözün kökü, qaçır faktiki indiki zaman, bir də hissəcik formasındadır. Bu sxemə uyğun hansıdır? Bu da 1, 2 də B formasında olacaq. 1A, 2B. E-yə bilən baxaq, çatırdı sözü. Çatmaq sözün kökü, çatır indiki zamandır. Keçmiş zamandır. Ancaq bunu leksik şəkilçi kimi götürməyimiz imkansızdır. Demək ki, E variantı yanlışdır. Cavabımız da buradakı E variant olan E uyğun gəlir. 3-ə baxaq görək D düzgündürmü? Hasar sözün kökü, hasarlamaq, hasarlanmaq, maqmək də məsələ olduğu üçün qrammatikdir. Bəli. Cavab E variantıdır. 7. Fərqləndirilmiş sözləri şərtlərə uyğunlaşdırıb yazın. Fərqləndirilmiş sözləri əslində görmürük, amma diqqətimizi çəkən burada səyyardır, improvizasiyadır. Sonra intensiv sözlərdir ki, bizim diqqətimizi çəkir. Səyyar nədir? Bir yerdə durmayan deməkdir də, bir yerdə daşınan deməkdir. Səyyar satıcılar da var. İmprovizasiya nə deməkdir? İmprovizasiya hazırlaşmadan şeir, nitq söyləməkdir. Bu da 2-yə uyğun gəlir. İntensiv də gərgin, daha məhsuldar və səmərəli deməkdir. İntensiv çalışmaq deməkdir. 1 olacaq C, 2 olacaq A, 3 də olacaq D, cavab da olacaq B variantı. Növbət sual 8. Bağlayıcı sözlə bağlanan tabeli mürəkkəb cümlə. Bağlayıcı sözümüz nə idi? Sual vermə missiyasını itirmiş sual əvəzlikləri. Sual əvəzliklərini də biz harada görürük? B variantında. Kim, kimə ki məktubla göndərmişdin, ondan daha tez cavab aldıq. Kimə göndərmişiksə ondan aldıq. Bağlayıcı sözdə qarşılığında da əvəzlik gəlib var. 9-cu sual. Cümlədə hansı söz əsasında ədəbi dilin hər üç olmasının pozulduğunu müəyyən edə bilirik? Bostandır, buğda, çəltik, qarabaş yetişdirilən yer. Bax, uşaqlar, bostandır sözündə D kimi olmalıdır. Yəni, yazılışı səhvdirsə fonetik normadır. İntensivlik var, inversiya var burada daha doğrusu. İnversiya varsa qrammatik norma pozulubdur. Və buğda, çəltik, qarabaşaq ki, bostanda yetişmir, bostanda tərəvəz yetişdirilir. O tarladır. Demək ki, burada həm leksik, həm fonetik, həm də qrammatik norma pozulubdur. Cavab E variantıdır. 10-cu sual. Hansı cümlələrdə feili birləşmə ilə ifadə olunan ikinci dərəcəli cümlə üzvü iştirak edibdir? Hamı şən, bəxtəvər, hər şey gözəl, hər iş qaydasında idi. Bu cümlədə feili birləşməmizi görürük. Feili birləşmə yoxdur. Ki, biz baxaq, bir olan versiyaları silək. Direktorun qəbuluna düşərkən, arkən, ərkən. Feili birləşmədir, zərflikdir və ikinci dərəcəli üzvdür. 2 olan versiyanı saxlayaq, 3-ə baxaq. O maşından yol azuqəsi ilə dolu çanta gəzdirməyə adət etmişdi. Bax, gəzdirmək, maqmək məstərdir. Arxasından da söz toplayıbdır. Məstər tərkib əmələ gətirdi və nəyə sualına cavab verdiyi üçün, bəli, cavab burada D variantıdır. Ətrafda pərakəndə halda qağaylar uçurdu. Burada birləşməmiz yoxdur. Həmçinin elə 5-də də görürəm ki, birləşmə yoxdur. Cavab 2-3-dür. 11. Eyler-Venn diaqramının əsasən doğru fikirləri müəyyən edin. Belə eləyək ki, Eyler-Venn diaqramını tam görək. Cümlənin tərkib hissələri yalnız intonasiyayla bağlanır. Taxıl sararıb tökülür, bostan araq basır, bağlar suvarılır. Bu düzdür, amma ikinciyə də baxaq. Ya biz
Ya biz qarşı tərəfin fikrini qəbul etməliyik, ya da onlar bizimlə razılaşmalıdırlar. Burada ya da bağlayıcısı var. Demək ki, elə bir yerindədir. Sırf birlə olan versiyaları saxlayaq. Cümlələrdən biri hadisənin səbəbi, digəri nəticəsini bildirir. Taxıl saralıb tökülür, bostanı alaq basır, bağlar suvarılır. Burada səbəb nəticə deyil. Burada hadisələr ardıcıl şəkildə baş verir. Demək ki, 2 olan versiya yanlışdır. Tərkibində ortaq kimi cümlələr müəyyən şəxsidir. Saralıb tökülür taxıl, alaq basır, basır alaq, suvarılmırdı bağ. Biz qəbul etməliyik, onlar qarşılaşmalıdır. Bəli, tam 3 doğru fikirdir. Onda cavabımız olacaq E variantı. 4-ə də baxaq. 2 işdən birinin mümkünlüyünü bildirir. Bəli, ya da bağlayıcısı varsa 2 işdən birinin mümkünlüyüdür. Cavab E variantıdır. Növbəti suala baxaq. 12. Nümunələrin birində kökü homonim olan düzəltmə isim söz birləşməsini tərkibində işlənmişdir. Deməli, bizdən nə istəyir? Kökü homonim olsun, düzəltmə isim olsun və söz birləşməsinin tərkibində olsun. 3 fərqli qaydaya diqqət yetirmək istəyirik burada. Şair ona verilən çiçəkləri güldana qoymuşdu. Burada çiçək sözü amonimdir uşaqlar. Amma və lakin düzəltmə deyil. Güldan sözü düzəltmə isimdir. Amma ki, kökü də amonim ola bilər, amma söz birləşməsi deyil deyə A-nı götürməyək. Nicat pilətəni yandırıb çaydanı. Buradakı çaydan sözü də həmçinin çay amonim ola bilsə də düzəltmə deyil. Atlar Kür sahilindəki daşlığın xəlvət bir yerində. Daşlığın yeri. 3-cü nöqtənin söz birləşməsidir. Daşlıq düzəltmə isimdir. Daş ifadəsi də kökü də amonimdir. Demək ki, cavabımız nədir? C variantıdır. Eşqimin nazlı yara. Buradakı A yönlük hal şəkilçisidir. Səlminaz arvad yerə dağılmış xırdaca kağız və parçalarına baxdı. Bu cümlədə düzəltmə isimimiz yoxdur. Ona görə də cavab C variantıdır. 13. Hansı cümlədə 2 qoşma işlənmişdir? Əli zəng etdi və bağlayıcıdır. Mənimlə götürə bilərik. Görüşmək istədiyini bildirir, amma 2 qoşmamız yoxdur. Qatara bilet ala bilmədiyimizə görə qoşmadır. Maşınla, maşın vasitəsilə qoşmadır. Cavab B variantıdır. O məsələdən ötürü qoşmadır. Bu bağlayıcıdır. Şirzadın qoçaqlığı ona qarşı olan hörməti daha da belə bir qoşmamız yoxdur, ədatdır. Bu görüş təkcə məhdudlaşdırıcı ədatdır. Bizim üçün qoşmadır. Cavab B versiyasıdır. 14-cü sual. Cümlədə işlənmiş modal sözlərin danışanın ifadə etdiyi fikrə münasibətinə görə ardıcıllığını düzün. Sanki, elə bil, güya, güman, şübhə bildirir. Bəlkə də, yox, sanki elə bil, güya, güman, şübhə deyil. Bənzətmədir. 4 ilə başlayaq. Bəlkə də, güman, şübhədir. Ümumiyyətlə nəticə bildirir. Doğrusu da yəqinlik bildirir. 4, 2, 3, 1. Cavab B variantıdır. Növbəti suala baxaq. Köhnə ağıl çəkmələrini taqqıldada həyata endi cümləsində yanaşı işlənmiş hansı sözlər arasında sintaktik əlaqə yoxdur. Biz bilirik ki, mübtədə və zərflik. Zərflik və tamamlıq, mübtədə və tamamlıq arasında yaxınlıq əlaqəsi olmur. Bunu yadımızda saxlayaq. Ümumiyyətlə, mübtədə, tamamlıq və zərfliyin bir-birini görmə kimi missiyası yoxdur. Bir-birlərindən xoşları gəlmir. Taqqıldada həyətə. Məntiqsizdir də, düzdürmü? Cavab A variantıdır. Həyətə endi, ağır çəkmə, köhnə, ağır, tabesli əlaqəsi var. Yenə də var. Çəkmələrini taqqıldada. Bəli, bu da mümkündür. Fe'li bağlamanın içərisindədir. Taqqıldatmaya da deyə bilirik. Bir dənə A variantıdır ki, sözlər bir-biri ilə əlaqəsiz istifadə olunubdur. Cümlələrin birində zərfin bütün məna növləri işlənmişdir. Küləklər bu axşam zaman dönmüşdür nəyə? Kədər hıçqırıldı. Hey için. Burada içində tərzi hərəkət sərfidir. Heyin də hansı nitq hissəsi olmasına şərhlərdə qeyd eləyin, baxarıq. Həsən ağa sakitcə, buradakı sakitcə sözü tərzi hərəkətdir. C burada ədatdır. Yəni nə barədə leksik şəkilçi kimi düşünün. Ara bir zamandır. Dodaqaltı tərzdir. Kəmiyyəti biz görmürük. Təbiət özü də kövrəlib biraz. Kəmiyyət sərfidir. Göylər üzü qoyulu, nə tərzdə. Düşüb buraya, haraya, yer zərfidir. Göz yaşı tökəcək sanki indicə. İndicə də zamanını bildirir. Cavabımız elə C variantıdır. Sanki də burada göründüyü kimi sanki elə bir güya bənzətmə mənası bildirən modal sözlərdir. Növbəti sual 17. Hansı nümunələrdə yanaşı işlənmiş isimlər adlı haldadır? O qarşısında daş heykəl kimi
Daş adlıq haldadır. Heykəl də adlıq haldadır. Demək ki, biri götürək. Mən cəbhədə bir komada şeir yazıram. Adlıq haldır, komada yerlik haldır daha doğrusu. Şeiri təsirlik haldır. Yanı saxsı parçasının, saxsı adlıq haldır, parçasının yerlik haldır. Üzərində şam. 2 olan versiyaları silək. 2-də yanaşı gələn heç nə yoxdur. Demək ki, 3-də var imiş. 3-ə baxaq. Bağlanıb xalqa məhəbbətlə ürək tellərimiz, ağ qızıl yağdı məharətlə qızıl əlləriniz. Ay sağ ol, cavab budur. Elə 1, 3. Gərək 4 yoxsa 5-dir. Onun polad sinəsinə sığışmadı ürəyi. Polad qeyri-müəyyən yerlik hal, sinəsinə yönlük aldı. 4 olan versiyadır. Demək ki, cavab edir. Dumanda görünməz dumandır. Adlıq hal, göl, adlıq hal. Cavab 1, 3, 5-dir. Növbəti sual 18. Cümlədə fərqləndirilmiş hissiyasının ardıcılığı müəyyən edin. Zalda toplaşan qonaqlar ismi yerlik aldı. Yayda yüzlərlə turist nə zaman yayda zərf düzəldən şəkilçidir. Demək ki, qrammatik şəkilçi və leksik şəkilçi olmalıdır. 4, 3. Daha sonra görək necə keçir eləyir. Vəziyyəti belə görən Murad da bu iştirak elədi. 4, 3, 2. İndidən söz verə bilmirəm. Qoy bir sər açılsın da. Bu da əmr ədatıdır. 4, 3, 2, 1 versiyasını harda gördük? E variantına cavab edir. 19-cu sual. Vasitəsiz nitqli cümləyə uyğun sxem hansıdır? Sara qara gözlərini şaha zilləyib, qürur və həyəcanla, bax bu bizi ifadə verir ki, nida işarəsi olacaq. Atama Sultan deyəldilər dedi. Buraya qədər müəllifin sözü, atama Sultan deyəldilər. Ağzından çıxardığı ifadə, yəni vasitəsiz nitqdir. Bu dedi də müəllifin sözüdür. Cavab elə A variantıdır. Diqqətli olun. Həyəcanla sözü bizə açar sözdür ki, orada nida işarəsini istifadə eləyir. 20-ci sual. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Gəl sözü həm əsas, həm də köməkçi nitq səsi kimi işlənə bilir. Bəli, əmr ədatı kimi işlənə bilir. Bir çox sayından sonra gələn isim cəmdə işlənir və bir sıra və bir çox sözündən sonra gələn isim həmişə cəmdə işlənir. Bu da doğrudur. Çəkilmək sözü həm məchul, həm də icbal növdədir. İcbal növdə olması üçün biz onun şəkilçisini görməliyik. Dır ya da t. Belə bir şey yoxdursa bu səhvdir. Çəkilmək həm məchul, həm də ki qayıdış növüdür. Öz üzərində də icra oluna bilər. Məsələn, bulud çəkildisə qayıdış növü də olur. Demək ki 1-2-ni hələ ki götürək. Təsirlik halda olan söz nə sualına cavab verir? Bu doğrudur. Söhbət qeyri-müəyyən təsirlik haldan gedir. Demək cavab B variantıdır. Eniş yoxuş yaxın mənalı deyil, əks mənalıdır. Uzun sovdakı sov isə azaltma dərəcəsidir. Çoxaltma yazıblar. Cavab B-dir. 21. Onun adını hələ də hörmətlə anırıq cümləsi ilə bağlı səhv fikrini müəyyən edin. Müəyyən şəxsi cümlədir. Kim anır? Biz anırıq. Bəli, müəyyən şəxsi cümlədir. Məqsəd və intonasiyasına görə nəqli cümlədir. Anmaq anır. Zaman şəkilçisi varsa bəli, nəqlidir. Xəbəri birinci şəxsin cəmində olan feil ifadə olunur. Bəli, birinci şəxsin cəmidir və feildir. Eyni məna növünə aid 2 zərf işlənibdir. Hələ də nə zaman, hörmətlə nə tərcdir. Axı eyni məna növü deyil, 2 zərf işlənibdir. Bu düzdür. Amma məna növü fərqlidir. Cavab D variantıdır. Onun adını tamamlıq, hələ də zaman, hörmətlə tərcərəkər anılıqda xəbərdir. Sxem də düzdürsə cavab D variantı qalır. 22-ci suala baxaq. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Əlavə cümlənin başı üzünə aiddir. Əlavə cümlənin ikinci dərəcəli üzünə aiddir. Şahzadəni ehtiyatla içəri hökmdar yanına gətirdilər. Haraya gətiriblər? Yer zərfliyi var burada. Nə mübtadədir, nə xəbərdir. Ona görə də bir olan versiyaları çıxar. Çünki bizdən uyğun fikirləri istəyir. Biri çıxdı. Teatr tamaşalarımızda bir çox rolların mahir ifaçısı Nəsibə Zeynalovadır. Bəli, burada da xəbərli şəkilçisi var. Demək ki, 2-ni biz götürək. Məhəmməd Səid Oldubadinin romanı Qılınc və Qələm əsəri ədəbiyyatımızın tarix gerçəkliklərini özünə əks etdirir. Nə? Məhəmməd Səid Oldubadinin romanı 3 də yerindədir. 4-ə baxaq. Hamı ölkəni, bu qəhrəman yurdu təmənnası sevir. Haranı sevir? Ölkəni sevir. Nəyi sevir? Tamamlıqdır bu. Və bu da düzdür. Onda 5-ə də baxaq. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı şəhərin mərkəzində yerləşir. Harada yerləşir? Yer zərfliyidir. Görək 6 bəs niyə səhvdir? Cavabın D olduğunu bildik. Uşaqlar və böyüklər, qocalar və cavanlar, hər kəs neylədir? Ümumiləşdirdi. Bizdən əlavə istəyir. Ümumiləşdirmək istəmir. Ona görə də cavabımız D variantıdır. 23. Eyler-Venn diaqramının tələblərini nəzərə alaraq doğru fikri müəyyən edin. Dəyirmanın səsindən qaçan adam un ütməz. Qəşəng ifadədir və fikirdir. Dəmiri isti-isti döyərlər. Bunu da əzbər bilirik ki, ümumi şəxsi cümlədir. Tamamlıq ismi birləşmə ilə ifadə olunubdur. Birinci cümlədə tamamlıq var.
Un ifadəsidir. Nəyi üyütməzlər? Unu. Amma bu ismi birləşmədirmi? Təbii ki də xeyr. Demək ki, bir yanlışdır. Bizdən amma nə istəyir? Doğru fikirlər istəyir. Biri silək. Baş üzvlərinin hər ikisi iştirak edib. Üyütməz. Kim üyütməz? Adam üyütməz. Bu doğrudur. İkini saxlayaq. Heç aşağıya ona görə baxmırıq ki, ümumi şəxsli cümlədir. Ortaq nə yazıbdır? Hərəkət hamıya aid edilir, ümumi şəxsdir. Bu yanlışdır. Cümlə üzvlərinin üçü nitq hissəsi ilə ifadə olunubdur. Diqqət yetirin, cümlə üzvləri söz birləşməsindən də ifadə oluna bilər, nitq hissəsi ilə də ifadə oluna bilər. Burada adamdır, undur, üyütməzdir, nitq hissəsidir. Dəyirmanın səsindən qaçan isə söz birləşməsidir. Demək ki, 3 dənəsini orada görürük. Aşağıdakı da onsuz da 3 dənədir. Demək ki, bu 4-ün yazıldığı yer düzdür. Xəbəri feilin xəbər şəkli ilə ifadə olunubdur. Döyərlər qeyri-qəti gələcək zaman, üyütməz də qeyri-qəti gələcək zamandır. Biri təsdiqdədir, biri inkardadır. 5 ortaq olmalıdır, amma yazmayıblar. Ona görə götürmürük. Bir-biri ilə sintaktik əlaqədə olmayan cümlə üzvləri var. Biz dedik ki, yuxarıda mübtədədir, tamamlıqdır və zərflikdir. Bir-birini görməyə gözü yoxdur bu üç cümlə üzvünün. Ona görə də burada adam və un sözü ilə dəmiri də isti döyərlər. Bax, dəmiri və isti sözlərinin bir-birinin əlaqəsi yoxdur. Demək ki, 6 da ortaq olmalıydı. Ona görə 2 4-ü götürürük və düzgün cavab 2 və 4 olacaq. Növbəti suala baxaq. Verilmiş cədvəl əsasında cümlələrlə bağlı uyğun fikirləri müəyyən edin. Yaxınlaşdıraq və görək. Nə istəyir bizdə? Səhər açılanda quşların səsinə oyandıq. Vətən uğrunda döyüşən Azərbaycan oğulları unudulmur. Dostluq birgə keçirilən vaxtın səmərəsini artırır. Yalnız bir söz birləşməsi işlənmişdir. Səhər açılanda quşların səsi. Burada 2 dənə var. Vətən uğrunda döyüşən Azərbaycan oğulları. Burada 2 dənə söz birləşməsi var. Dostluq birgə keçirilən vaxtın səmərəsini artırır. Vaxtın səmərəsi 1, birgə keçirilən də 2. Burada bir söz birləşməsi işlənmişdir. Fikri heç birinə getmir. Yəni biri götürmür. Mübtədəsi buraxılmışdır. Oyandıq biz. Buraxılıbdır. Vətən uğruna döyüşən Azərbaycan oğulları unudulmur. Azərbaycan oğullarıdır. Dostluq birgə keçirilən vaxtın səmərəsini artırır. Nə? Dostluq. Tamamilə doğrudur. 2 sadəcə yuxarıdakı olan cümlə üçün keçərlidir. 2-ni buradan götürürük. Hər üç cümləyə aiddir. Xəbəri indiki zamanda olan feillə istifadə olunub. Oyandıq keçmiş zamandır. Heç o birislərinə baxmayaq. Hər üç üçünə aid deyil. 2 nitq hissəsinin xüsusiyyətini daşıyan feil tərkib əmələ gətirilmişdir. 2 nitq hissəsinin xüsusiyyətini daşıyan da təsdiqlənməyən feildən söhbət gedir. Səhər açılanda var. Vətən uğrunda döyüşən var. Birgə keçirilən var. Buradan da 4-ü götürdük. 2 4. Heç bir cümlə aid deyil. Baş üzvlərinin hər ikisi söz birləşməsi ilə ifadə olunubdur. Birinci cümlədə hər ikisi ifadəsi yanlışdır. Unudulmur təkdir. Artırır ifadəsi də təkdir. Demək ki, 5-i götürə bilmərik. Götürə bilərik əslində. Baş üzvlərinin hər ikisi söz birləşməsi ilə ifadə olunub, yanlışdır da, heç birinə aid deyil. Buradan 5-i də götürək. Bütün ikinci dərəcəli üzvlər iştirak etmişdir. Səhər açılanda quşların səsinə oyandıq. Yoxdur. Vətən uğrunda döyüşən Azərbaycan oğulları unudulmur. Burada zərflik yoxdur. Tamamlıq da həmçinin. Dostluq birgə keçirilən vaxtın səmərəsini artırır. Nəyi artırır? Burada da təyin yoxdur. Təyin var. Hansı vaxtı birgə keçirilən nəyi vaxtın səmərəsi? Burada zərflik yoxdur. Elə 6-nı da götürək. 2, 4, 5, 6 olacaq düzgün cavabımız. 25-ci sual. Yazılışında səhv verilmiş sözləri bizdən istəyir. İntihasız yazılıbdır, səhv yazıblar. İntihasız olmalıdır. Kompromis yazılıbdır, kompromis formasında olmalıdır. Bu da səhv yazılıbdır. Səhv istəyir də 1, 2, addım başı düzdür, püskürmək olur. Səhvdir. Laboratoriya düzdür. Üstün xətt də düzdür. Laboratoriya sözünə fikir verin. A-o əvəzlənməsi var. Laborato. Yəni bu formada davam elədiyinə görə bilinç bu sözün də yazılışı düzdür. Cavabımız 1, 2, 4 formasında olur. 26. Klaster tamamlayan fikirləri müəyyən edin. Möminlik sözündə ö uzanır. Sonu da nih formasında tələffüz olunur. Annotasiyada da o aya çevrilir. Başqa heç bir şey yoxdur. Dodaqlanan sait deyilsə annotasiyada yoxdur axı. Bu səhvdir. Amma görək bizə nə istəyir? Deyilişə yazıcı fərqlərini bəli bu düzdür və tamamlayan fikir verirlərsə biri götürmək. Qarşılığı olmayan eyni samit cütlü işlənirdir. Söhbət n-nı hərfindən gedir. Bəli bu düzdür. 2-ni burada yaza bilərik. Samitlərin sayı 5-dir. Möminlik sözündə bəli 5 dənə var. Annotasiya sözündə də 2, 4, 5 dənə var. Elə 3-ü də bura yaza bilərik. Tərkibində 2 kağıt samit işləmidir. Xeyr, möminlik sözündə 1 dənədir. Tərkibində uzanan sait var. Annotasiya sözündə uzanan yoxdur. Amma möminlik sözündə uzanma var. Amma ortaq istəyirlər deyə götürmürük. Cavab 2 və 3-dür.
Növbəti sual. Sadə cümlənin şəxsə görə növlərini müəyyən eləməyimizi bizdən istəyir. Qəsəbənin mərkəzi küçələrinə asfalt döşədilər. Qeyri-müəyyən şəxsi cümlədir. Yazaq qarşısına qeyri-müəyyəndir. Eldanın çıxış etməsinə imkan verilmədi. Bu şəxssizdir. Şəxssiz. Yıxılana balta çalmazlar. Bu da ümumidir. Mustafa Məldanov məşhur səhnə xadimlərimizdən biridir. Kim? Mustafa Məldanov. A-nı yazmırıq. Kür çayının üzərində körpü tikdilər. Qeyri-müəyyəndir. Yazaq birin qarşısına. 1. B. Soyuq qış gecəsidir. Bu şəxssizdir. Buxarest bu adlıq cümlədir. Bakının hər yerində uca binanın qarşılasına bu da ümumi şəxsi cümlədir. Bu da 3-ə gedir. 1B, 2C, 3D E formasındadır. Həyat bir sualdır. Mətninə nəzər salın. Mətni oxuyun, sualların izahını verin. Altına xətt çəkilmiş cümləni üslubu düzəliş etməklə yazın. Yalnız yanlış məqamlarını istəyir. Tədqiqatlar elan etmir. Tədqiqatçı elan eləyə bilər. Tədqiqatlar bunu göstərir ki, sübut edib ki, dəqiq verilən sualları öyrənmə qabiliyyətini yüksəldir, müəyyən edir. Yəni ucaldır ifadəsi yanlışdır. Bax bu iki sözün yerini dəyişməyimiz lazımdır. 29-da bizdən nə istəyir? Mətnin əsasında doğru fikirləri müəyyən edin və seçiminizi əsaslandırın. Sokrat metodu fikir verilsinizsə, burada yazılıb ki 200 illik bir metoddur. Demək ki 1 düzdür, elə əsaslandırırsan onunla. İndi Qandiyə görə də 4-cü düzdür. Düzgün qoyulmuş sual bəşəriyyətin açarıdır. Bax bu da burada öz əksini tapıbdır. Bax bu cümlələri oxusanız görəcəydiniz. 30. Üzərində rəqəm yazılmış sözlərin qarşılığını bizdən istəyir. Görək hansı sözlər var burada. Üzərində rəqəm yazılmış. Fərziyyə, fikir, mülahizə, reallıq, həqiqət, gerçəklik. Nüfuz edir, təsir edir mənasında da işləyə bilərsiniz. Və bununla da biz keçən ilki blok imtahanını işləyə bildik. Hər birinizə uğurlar.